Salam, bugün 8-ci sinif iş dəftəri səhifə 43-də ümumiləşdiyiniz tapşırıqlara baxırıq bir yerdə. Birinci sualdan başlayaq. Aşağıda iki elementin atomun elektron formulu verilmişdir. A və B elementlərinin atomlarının xarici elektron təbəqələri təsisi qazlara bənzəməsi üçün neçə elektron ehtiyacları var? Deməli, burada A-dan B-də nə görürük? Yaxşı görsənmir. 3s2, 3p1-dir bu güman eləyirəm ki, təsisiz qazlara bənzəməsi üçün neçə elektrona ehtiyacı var? Təsisiz qazlarda formulu necədir? NS2, NP6. Deməli, bunun 5 elektrona ehtiyacı var. Bu isə 3s2, 3p4-dür. Yəqin ki, bilmirəm artıq, yəni bu yaxşı görsənmir burada sizə necədirsə. Baxarsınız ona uyğun, yəni bu formaya gətirməlisiniz. NS2, NP6. Bu isə ikisinə ehtiyac var ki, NS2, NP6 olsun. B-də nə deyir? Bu elementlərdə əmələ gələn birləşmənin formulu necə olar? A və B-dir. 3s2, 3p1. Bu üçüncü qrupdur, 3A-dır. 3A-dır. O birisi isə 3s2, 3p4 idi də. Bu 6A-dır. Deməli, 1, 2, 3. Buradakılar metallardır və metallar deməli qeyri-metallarla birləşmələrdə maksimum valentliyi, maksimum oksijləşmə dərəcəsi göstərilir. Yəni, bu burada müsbət 3 olacaq A, müsbət 3. Qeyri-metal isə deməli 4, 5, 6 qeyri-metallar yerləşir. Bu isə ən kiçik oksijləşmə dərəcəsini göstərəcək. 6A-da da ən kiçik oksijləşmə dərəcəsi -2-dir. Bu arada burada oksigen olsaydı, yəni 2s2p4 olsaydı, o fərqli olacaqdı. Yəni, onun ən kiçiyi -2-dir, amma maksimumu müsbət 6 deyil. Ən kiçik olduğu üçün -2 ilə götürəcəyik. Deməli, bunu da yazsaq A2, B3 çarpaz keçirdiyirik. 3 bu birisinin ayağına, 2 bu birisinin ayağına gəlir. A2, B3 C bəndə olacaq. Sonra C-də deyir, bu maddə hansı rabitə hesabına yaranır? Baxın, nə oldu bu? Metal, qeyri-metal. Metal və qeyri-metal arasındakı rabitə nə idi? İyon rabitəsi. Bərk halda hansı kristal qəfəs əmələ gətirir? İyon kristal qəfəs. İyon rabitəsi varsa, iyon kristal qəfəs əmələ gətirir. Cavabını əsaslandır. Cavabımızı əsaslandırmaq olur ki, A metaldır. B qeyri-metaldır. Qeyri-metaldır. Metal və qeyri-metal arasındakı rabitə iyon rabitəsidir. İyon rabitəsinə malik maddə də iyon kristal qəfəsinə malik olur. Cavabınızı belə yaza bilərsiniz. Bu maddənin ərimə temperaturu xörək duzunun ərimə temperaturdan çox olar, yoxsa az? Cavabını əsaslandır. Az olar. Səbəblə. Baxın, natrium klor. İyon rabitəsi o vaxtı güclü olur ki, natrium neçənci qrupdur? 1A, xlor neçədir? 7A. Burada bax, 1 ilə 7 arasında məsafə deyək, daha çoxdur da. Yəni, burada elektromənfilik fərqi daha çoxdur. Elektromənfilik fərqi çoxdur. Ona görə də ərimə temperaturu çoxdur. Amma bizdə deməli A2B3 yazmışdıq. 3-cü qrup idi, bu isə 6-cı qrup. 3 ilə 6 arasında 3 qrup fərq var da. Elektromənfilik fərqi azdır. Azdır deyəndə, yəni natrium xlora nisbətən azdır. Elektromənfilik fərqi azdır. Ərimə temperaturu natrium xlora nisbətən az olacaq. İkinci suala baxaq. Aşağıdakı cədvəldə A və B maddələrinin bəzi xəstələri verilmişdir. A. Bərk halda elektrik keçiriciliyi. Bərk halda elektrik keçirmir. A keçirmir, B keçirir. Məhlulda elektrik keçiriciliyi A keçirir, suda həll olunur. Bu B metaldır, uşaqlar. B metal. Çünki metal suda həll olunur. Suda həll olmadısa elektriki necə keçsin orada?
Bərk halda isə elektrik keçsə bilir. A isə ion kristal qəfəsinə malik maddədir. Bunu hardan bilir? Məsələn, natrium xlor duzdur. Bərk halda bu elektriki keçirmir. Elektrik keçirməsi suda, məhlulun elektrik keçirməsi suda həll olduğu üçün elektrik keçirə bilər. A sualına baxaq. İşarələri istifadə etməli aşağıdakı xanaları doldur. Ərinti halında elektrik keçiriciliyi. Ərinti halında hər ikisi elektrik keçirə bildirir. Baxın, ion kristal qəfəsinə malik olanlar məhlulda və ərintidə, yəni mayalı keçəndə elektrik keçirə bilir. Metallar isə məhlulda elektrik keçirə bilmir, amma ərintisi keçirə bilir. Ərintisi və bərşalda özü. Hər ikisi keçirir. B sualına baxaq. Natrium xlor, xrom, kalium ionovu 3 maddələrindən A və B-yə uyğun olanları seç. Deməli, xrom metaldır. B ola bilər. Natrium xlor, kalium ionovu isə duzlu. İon kristal qəfəsi görürsünüz hər ikisində. Deməli, hər ikisi A-ya uyğun ola bilər. Üçüncü suala baxaq. Atomların oktet və ya dublet qaydasına uyğun olaraq onların stabil hala keçmə sxemləri təsvir edilib. İndi baxaq cədvəli tamamlayaq burada. Dövrü cədvəldən istifadə etmək sxemləri əsasən aşağıdakı cədvəli tamamla. Götürülən element. Birinci götürülən element hansı elementdir onu yazaq. Baxaq, burada elektronları sayaq. Birinciyə X yazaq hələ ki, deməli 1, 2, 3, 4. Deməli, bu nədir? Belə yazalım yaxşısı. 1s2, 2s2, 2p6, 3s1. Bu nədir? Natriumdur. Bu birincisi natriumdur. Götürülən element natriumdur. Onu bir yazaq ayağında. Bu hansı vəziyyətə gəlib? 1s2, 2s, 2p6 vəziyyətinə gəlib. Atomun tam elektron formunu da yazaq bura. Burada baxın, atom deyir. İon desəydi, ionu da burada yazacaq. 1s2, 2s2, 2p6, 3s1. Əmələ gələn ion natrium müsbətdir, bir dənə elektron verdi. Əmələ gələn ionun tam elektron formulu isə belə olacaq. 1s2, 2s2, 2p6. Bənzədiyi təsirsiz qaz bu olacaq neon. Sonra ikinciyə baxaq. İkincidə bu deməli 1s2, 2s1. 3 olan hansıdır? Lityumdur. Lityum 3'dür. Sıra nömrəsi 1s2, 2s1. Əmələ gələn ion gördüyünüz kimi burada baxın bir elektron verib olub lityum müsbət, lityum müsbət. İonun elektron formülisi olacaq 1s2. Bənzədiyi təsirsiz qaz helyumdur. Bunu bu arada siz dövrü sistem cədvəlindən baxaraq tapa bilərsiniz təbii ki. Üçüncüyə baxaq. Elektron formulunu yazaq elə bura birbaşa. 1s2, 2s2, 2p6, 3s2, deməli 3s2, 3p5. Burası sığmadı, aşağıda yazıram mən 3p5. Bu nədir? 3s2, 3p5, 17. Yəni bu xlordur. Deməli, bu isə üçüncü energetik səviyyəyə baxsaq, bunun 3 nöqtə qoyub yazaq bura. Nəsə sığışdıra bilərikmi? 1s2, 2s2, 2p5, 2p6 daha doğrusu 3s2, 3p6. Bu bir dənə elektron alır və xlor mənfi vəziyyətinə gəlir. Bənzədiyi təsirsiz qaz isə arqon olacaq. Dördüncü suala baxaq. Cədvəldə verilən ifadələrin hansı kimyəvi rabitə ilə əlaqəli olduğunu müəyyənləşdir və cədvəli quş işarəsindən istifadə edərək tamamla. Elektron alış-verişi. Elektron alış-verişi deyirsə, bu ion rabitəyə aiddir. Burada deməli, anion elektron alan idi, kation elektron verən idi. Ortaq elektron cütü deyirsə, kovalentə aiddir. Atom kristal qəfəs. Atom kristal qəfəs
Kovalent rabitəli daha çox ona əmələ gətirir. Silisium 2 məsələn və yaxud da bu kovalent rabitəli, amma ion rabitə, metal rabitəsi olanlar atom kristal qəfəs əmələ gətirmir. Hərəkət edən katyon qatlar bu metal rabitəsində idi. Elektron dənizində metal rabitəsində idi. Katyon və anionların elektrostatik cazibəsi iondadır. Molekul kristal qəfəs kovalent. Yüksək ərimə temperaturu iondadır. Yüksək ərimə temperaturu metallarda da yüksək ərimə temperaturu var. Otaq temperaturunda qaz halında maddə bu molekulda, yəni kovalent rabitəli birləşmələrdə olur. Bərk halda yüksək elektrik keçiriciliyi. Bu həm ionda da var. Elektrik keçiriciliyi ümumiyyətlə metalda da var. Abone olun, like edin, rəy yazın, video linkini paylaşın. Sağ olun. 5-ə baxaq. Dövrü cədvəlindən istifadə ilə müvafiq hallar elementlərdən əmələ gələn kimyəvi birləşmənin formulunu yaz. Deməli, burada kalsium belə olacaq. Hardan bilirik bunu? Oksigen deməli 6-cı qrupda yerləşir. Amma ən aşağı oksidaşma dərəcəsi -2-dir. Flor 7-də yerləşir, -1 göstərir, başqa heç nə göstərə bilmir. Hidrogen metallarla müsbət bir oksidaşma dərəcəsi göstərir. Azot isə -3. Kalsium müsbət 2-dir. Kalium müsbət 1-dir. Alüminium müsbət 3-dür. Hidrogen isə artıq bu deməli flor, oksigen, azotdur. Hidrogen onlarla da müsbət 1 göstərəcək. Formulu yazsaq bu kalsium O olacaq. Bu kalsium F2, bayaqçı çarpaz məsələsi kimidir. Kalsium H2, kalsium 3N2, sonra burada kalium 2O, burada alüminium 2O3, burada deməli H2O, sonra kalium, flor, kalium H, kalium 3N, kalium değil bu alüminyum, flor 3, alüminyum H3, alüminyum N olacaq. Çünki ikisi də 3'dür. Sonra florla H flor. Burada isə NH3 belə olacaq formulu. Abone olun, like edin, rəy yazın, video linkini paylaşın. Sağ olun. 6-cı suala baxaq. Aşağıda bir maddənin əmələ gəlmə sxemi verilib. A və B arasında hansı rabitə yaranır? Gəlin baxaq. Bu A. Deməli 1s2, 2s2, 2p6. İkinci energetik səviyyə yazılır. Üçüncü energetik səviyyədə nədir? 3s2-dir. Və bu 3s-dəki, baxın, bir elektron B-yə, 2 dənə B arasında baş verir də AB2 əmələ gəlir. B-yə baxaq. 1s2, 2s2, 2p6. 3-də nədir? 3s2, 3p, nə qədər görürük? 5, 3p5. Deməli, bu neçənci qrupdur? 2A. Bu neçədir? 7A. 2 ilə 7-dən metal və qeyri-metal arasındakı rabitə nədir? İon rabitəsidir. İon rabitəsidir. Cavabını əsaslandır. A metaldır. 2A yarım qrupunda yerləşir. B qeyri-metaldır. 7A-da yerləşir. Metal və qeyri-metal arasında yaranan rabitə də ion rabitəsi olur. B-yə baxaq. A ilə flyor arasında yaranan birləşmələrin formulu necə olur? Cavabını əsaslandırır. A ilə elə eyni adı da. A metaldır. Florda qeyri-metaldır. İon rabitəsi yaranacaq yenə. Və bu A 2A yarım qrupundadır. Yəni bu formulu dəyişmir. 3s2-dir. Flor isə 9 verib. Yəni 1s2, 2s2, 2p5-dir. Baxın, bu florun yenə oktet vəziyyətə tamamlanması üçün bir elektron lazımdır buna. Bir elektron lazımdır. Amma burada A deməli keçməlidir oktet vəziyyətinə. Yəni 2 elektron verməlidir. 3s2-dəki 2 elektron verməlidir. Yenə eyni qayda olacaq. Yəni burada B-nin yerinə siz flor yazıb 1s2, 2s2, 2p5 o tipdə yaza bilərsiniz.
Burada da olacaq A flör 2. Cavabını əsaslandır deyir. A oktetə keçməsi üçün 2 elektron verməlidir. Flör oktetə keçməsi üçün 1 elektron almalıdır. Ona görə də flör burada 2 dənə olmalıdır ki, baxın, burada alınan verilən sayı eyni olmalıdır. Yəni 2 elektron verirsə, flörün biri birini alır, digər flör də o birisini alır. Formul ona görə bu tipdə olacaq. Deməli, hidrogen ilə bor arasında yaranan birləşmənin formulu necə olar? Cavabını əsaslandır. Hidrogen 1s1-dir. Bor nədir? 1s2, 2s2, 2p1. Hidrogen də burada qeyri-metaldır. Qeyri-metallar arasında yaranan rabitə də nə idi? Kovalent rabitə. Baxın, bu borun ətrafında neçə dənə elektron var? 5 dənə, düzdür. Bu formada yazın, bax, 5-i yazdınız. Hidrogende nə elektron var? 1 dənə. Hidrogen, baxın, 3 dənə hidrogenlə birləşir bu. Hidrogenlər görürsünüz, dublet vəziyyətə gəlir. Hidrogen dublet vəziyyətdə olur. Boru isə oktet vəziyyətdə olur. NS2NP6-ya tanınır. Baxın, ətrafında neçə elektron var? Burada baxın, elektronlar yəni mübadilə ilə gedib də burada. Hər birinə aiddir. Ortaqlı istifadə edirlər. Borda 8-dir, NS2NP6 vəziyyətinə gəlir. Hidrogen isə dublet NS2 vəziyyətinə gəlməsi üçün formul BH3 olmalıdır. Boşluqlara uyğun ifadələr yazaraq mətni tamamla. Natrium və xlor atomları birləşdikdə natrium oktet qaydasına uyğun olaraq elektron verir. Xlor isə elektron alır. Bu atomlar arasında ion rabitə yaranır. Hidrogen və xlorun birləşməsi zamanı hidrogen dublet, xlor isə oktet qaydasına uyğun olaraq elektronlarını istifadə edib ortaq elektron cütü hesabına valent elektronlarını istifadə edib elektron cütü hesabına kovalent rabitə əmələ gətirir. Bu atomlar arasında burada valent elektron əvəzinə xarici elektronlar da yaza bilirsiniz, xarici təbəqədəki elektronları. Bu atomlar arasında burada kovalent deməli elektron cütü hesabına rabitə əmələ gətirir yaza bilərdiniz burada. Bu atomlar arasında rabitə növündə burada yazın kovalent. Kovalent rabitə olur. Bu molekuldan fərqli olaraq 2 oksigen atom birləşdirsə alınan molekulda burada polyar kovalentdir. Polyar kovalent. Burada isə qeyri-polyar. Deməli, O2-də qeyri-polyar kovalentdir, H-klorda isə polyar kovalent rabitədir. Natrium klor, H-klor, O2 maddələrindən ən yüksək ərimə və qaynama temperaturu ion rabitəsi olana aiddir natrium klora. Çünki o bərk halda ion kristal qəfəs əmələ gətirir və bu qəfəs digər 2 maddəni əmələ gətirdiyi kristal qəfəsdən daha davamlıdır. Digər 2 maddə molekul kristal qəfəsə əmələ gətirir və molekul kristal qəfəsdən daha davamlı olacaq. Adları və ya formulları verilmiş maddələri qruplaşdırır. Deməli, rabitələr tapaq. Ya da elə A-dan başlayaq da A, alüminium metala gedir.
Kalium 2s iondur. Sink metaldır. Hmm. Siz burada hərflər də yaza bilərsiniz. Metala deməli nə getdi? A, C. Silsium O2 də kovalentdir. Bromda kovalentdir. Brom 2-dir. Natrium klor bu da iondur. Deməli B və F budur. Su H2O kovalentdir. CO2 kovalentdir. Almaz atom kristal qəfəslidir. Amma almazda rabitə elə kovalentdir almazda. Kristal qəfəsi olsaydı atom olacaqdı. Alüminium 2O3 bu da ion rabitəsi əmələ gətirir. J. Ümumiyyətlə metal, qeyri-metal gördüksə ion rabitə vardır orada. Kristal qəfəsi. İndi kristal qəfəsi bölüşdürək. Kristal qəfəsi deməli almaz dedik kristal qəfəsi atomdur. Bir də silsium O2 D ilə I atoma aiddir. Molekul olanları gəlin tapaq. Y, C, H. Bu qədər. İyonlar B, F, J. Metallar isə yerdə qalan metallar A, C. Başqa metal yoxdur burada. C. 9-cu suala baxaq. Azot, hidrogen və oksigen atomları birləşikdə uyğun olaraq N2H2O2 molekulları əmələ gətirir. N2H2O2 molekullarında olan rabitələrin sayını müəyyən et. Baxın. N2-də vəziyyət belə olur. Hidrogenda belə, oksigenda isə belə. Bu nə ilə əlaqələrdir? Yenə xarici elektron təbəqəsindən əlaqələrdir. Rabitə sayını soruşsa, burada 3-dür, burada 1-dir, burada 2-dir. Azot axı 5-dir. Deməli, 5 deyildi, bir də 7-dir azot. 7. 5 deyəndə nəyi nəzərdə tutdum? Bu 1s2, 2s2, 2p3. Xarici elektron təbəqəsindəki, yəni valent elektronları gedir bu xaricləşlərdə. 2s2, 2p3. 5 dənədir. Baxın, bu 5 dənə belə yazırsınız. Bu dubletə tamamlana bilməzdir. Təbii ki, ən yaxşı halda azotla birləşirsə oktetə tamamlanır. Oktetə tamamlanması üçün də baxın, bu tipdə yazanda daha gözəl formul əldə edirik. Bu arada görürsünüz nöqtələr hər ikisinin arasında. Bu iki nöqtə bir dənə rabitəni bildirir. Ona görə belə yazırıq. Və yaxud da hidrogen 1s1-dir. Baxın, bu hidrogen digər hidrogenlə birləşir. Ona görə baxın, iki nöqtə bir rabitəni bildirir. Oksigen də eyni qaydada olacaq. Bizdən bu aşağıdakını soruşmur. Mən sizə izah eləmək üçün yazdım. Sizə lazım olan bu cavablardır. Rabitə saylarının fərqli olmasını izah et. Əslində, bu izahı ilə burada verə bilərik. Fərqli olmasının izahı xarici təbəqəsindəki elektron sayına əlaqələrdir. Xarici təbəqədə elektron sayı fərqlidir. Oktetə tamamladıqda rabitə sayı fərqli olur. Oksijeni yazmadım bir dənə orada. Oksigen də 8-dir. Burada yazaq. 1s2, 2s2, 2p4-dür. Baxın, oksigen də 2p4. Bu formada yazanda görürsünüz, ətrafında 8 elektron olmalıdır ya da 2 elektron ki, oktetə tamamlansın. Görürsünüz arada, mərkəzdə, bu hissədə 4 dənə elektron var, yəni bu da 2 rabitəni bildirir. Bu qədər. Sağ olun, uğurlar əlinizə.